Herkese salam dostlar. Necəsiz? Bu günləri təzə partladanlar atmışam və sizə onları göstərmək istəyirəm. 3 paçka deməli belə partladan almışam. 2 satılmamışdı, bir açılıb. İçində belə partladanlar olur. Görürsünüz. İndi bunları qoymaq istəyirəm belə. Doğrusu. Qoyduq partladanları. İçində də belə. Bunu da qoyuram qırağa. İkinci ən sadə partladanımıza keçirəm. Silver Cracker. Gördüyünüz kimi. Bir dənə almışam bundan. Dostlar. Bir dənə almışam bundan dostlar. Gördüyünüz kimi. Qoydum bura. Keçir ikinci sadəyə. Təklikləri göstərdim. Sonra çoxlu aldıqlarımı. Zuki almışam belə. Gördüğünüz gibi Zuki bir dənə, 2 dənə almışdım ama birini partlatmışam. Bunu qoyum bura. İkinci partladanımız P750 almışam, bir dənə də P750 almışam. Gördüğünüz gibi. Bax bunu. Keçək. O biri partladanımız da bir dənə belə Ek27 almışam uşaqlar. Ek27. Tərsinə yazılıb. Eksportiv də yazılıb. Polis seviyede yazılıb. Ek27 də gördüyünüz kimi. Bir dənə bundan almışam. Bundan alacağım inşallah yenə. Keçək ikinciyə. İkinci 2 dənə Ek6207 almışam. 2 dənə almışam bundan. Yenə də alacağım hələ. Hamısını alacağım yəni çoxlu. Sonraki partladanımız 2 dənə belə P500 almışam. Gördüyünüz kimi bunları da qoyaq bura. Ondan sonraki partladığımız 2 dənə Ek1001 almışam. Bunları da belə qoyum. Sonraki partladan 2 dənə belə Puma 2 almışam. Gördüyünüz kimi Puma 2 ədəd almışam bundan. Bu çox mükəmməl partdır. Yəni həqiqətən bundan tapsaz tövsiyə eləyirəm ki, gedin alın. Yəni o dərəcədə çox mükəmməl partladandır. Son partladanımıza keçəm. Gold Pearl. Gördüğünüz gibi. O kadar mükemmel partdır. Bu da partdır ama bundan bir dənə almışam. Bu bahaydı. En bahası bu da aralarında 450'dir. Qiymətlərini də deyirəm. Deməli, qiymətlər Zuki elə bil ki 1 manatdır. Gold Pearl 450'dir. Bu 2 manatdır. Bu 350'dir. Ek1001. Ek6207 2 manatdır. Puma 2 manatdır. P500 2 manatdır. Ek27 2 manatdır. P750 350'dir. Silver Cracker 2 manatdır. Bu afçarkalar, bu 2 paçka afçarka 5 manatdır paçkası. Bu ortadakı afçarkanın paçkası da 3 manat 50 qəpikdir. Aralarında ən yaxşı partlayan desəz, sizə tövsiyə görürəm ki bu. Yəni bu partladan o qədər zordur ki, çox super partladandır yəni bu Puma 2. Bunu qoyuram bura. P500 də belə normal partdır, yəni qəşəng partdır. Pis də deyəm. Hansılardan alacağım? Puma 2 alacağım. Ek1001 Nasmeddir. Ek1001 dayanmayacağım. Bu 2 manatlıqdan almayacağım. Bir də Zuki qutardığı üçün bundan da alamıram da. Amma gələndə alaram da yəqin. Bir də P500 alacağım. Ek27 alacağım. Ek27 əslində dünən 2-dən almışdım. Birini yandırdım, partlamadı. O birisini də dedim yoxlayayım da. Partlamayıbsa da bunu almayayım. Partladı o biri. Ancaq bir dənə də bu gün aldım. Bunlardan partlamamışam. Puma 2 dünən partladım. Çox mükəmməldir. Yəni kalitəli bir partladandır. Yəni bu qədər partladanımız bu qədərdir. Yəni belə paşlı çox qəşəng partladanımız var. 11 dekabrda elə bu gün. Belə normal da partladanlarımız. Bu bizim part 5-imizdir. Videoma like atıb kanalıma abunə olmağı unutmayın və belə deyim ki sizə, inşallah gələn videoda mən çoxlu partladan alanda videonu çəkəcəyəm. Yəni Ek27 alacağım. Yəni zırpaket bəlkə aldım. Fişənk falan alacağım. Ən zor video, son videom 31 dekabr gələcək. 31 dekabr. Məsəl üçün 28 dekabr video çəkdim. Deyək ki, çoxdur partladan. Əgər 31 dekabrda həmin o qədər də partladan olsa, yenə də çəkəcəm videonu. Çünki 31 dekabr önəmli gün olduğu üçün 31 dekabrda çəkəcəm. Narahat olmayın. Videoma like atıb kanalıma abunə olanları çox sağ ol deyirəm. Bu videoda kanalıma abunə olub, video like atmayı unutmayın. Görüşənədək salamat.